Salam dəyərli dostlar. Deməli bura bura sabunçudur. Bura razına gedirsən. Sabunçu var. Bura gəldim, mən keçməliyəm. Baxın nə gündədir. Göl. Buranı düzəldən yoxdur. Bura baxan yoxdur. Mən məcbur olub buradan qayıdacağam. Çünki mən bu gölə girsəm buradan çıxa bilmərəm. Həqiqətən də. Yəni uzun zaman deyil belə. Bax, yağış yox, qar yox, amma bu göl qalaqda bulundu. Evlər də hamısı. Bu da əsas avtomobil yoludur. Bu tıxacın qarşısını alır bu yol. Çox bərbad vəziyyətdir. Mən məcbur olub bura girsəm, bataraq qayıdıram. Digər yoluna gedirəm. Bax, bura Qaraqarayevlə arxa yolla Sabunçunu birləşdirir. Razına gedir. Keçmiş razı. Bax, bir dənə də maşın var. Çox biabırsın, baxan yox. Bax, həmən yolun indi əks tərəfdən gəlirəm. Sadəcə çəkmək üçün gəldim ki, bax, o maşın girə bilmir. Çox bərbad vəziyyətindədir, bax, maşın fikirləşir. İndi baxın, görün keçmək olar bu yol. Bax, bu yol Sabunçu rayonundan Qaraqarayevə çıxır. Bu yolu niyə düzəltmirlər? Bu yol niyə belə bərbaddır? Olmaz belə, buna baxın. Bax, bura necə keçsin maşın? Bax, bu göldən necə keçsin? Mümkün deyil ki, batar maşın. Ona görə də artıq qayıtmaq məcburiyyətindəyəm yenə də. Çünki bu maşın girir ora, amma səhv edir. Yox, girmədi. Çox bərbad vəziyyətindədir. Təsəvvür edin, yeni il günü mən çəkirəm bunu 1 yanvar 2026-cı il. Bu vaxtı bu boyda yolun vəziyyətinə bax.